Bir hədisin səhih ola bilməsi üçün birinci növbədə onun sənədi incələnir. Bəli. Sənəd nədir? O hədisi kim kimdən eşidib? Bəli. Və bunun üçün də bütün hədis müəlliflərinin əksərinin deyək, hədis kitabı yazmadan əvvəl, hədisləri toplamadan əvvəl yazdığı biz cərh və tadil deyirik. Ravilərin səhih olub olmadığı, düzgün olub olmadığı, etibarlı olub olmadığı ilə əlaqəli araşdırmalar əsəridir. Bugün əlimizdə nə qədər hədis varsa, sağlam, səhihdən söhbət gedir. Hər birinin raviləri ilə əlaqəli siz kifayət qədər məlumat tapa bilərsiniz. Bu, hədisin önəmini göstərən əslində bir məsələdir. Çünki mən bunu eşitdim, söylədim. Hətta belə deyirlər, isnad dindəndir. Siz dininizi kimdən öyrəndiyinizə diqqət eləyin deyir. İsnadsız İmam Şafinin olmalıdır. İsnadsız hədis toplamaq gecə qaranlığında odun toplamağa bənzəyir. Siz birdən odun yerinə ilan toplayarsınız.